Yani günler birbirinin ardınca Allah Teala'nın qüdrəti təqib edir. Necə ki Allah Teala buyurur: "Və huvellezî cealel-leylə ven-nehâre xilfeten limen arada en yezekkara ev arada şukura." Gecə və gündüzü birbirinin ardınca gətirən odur. Xatırlamaq, ibrət almaq istəyən üçün və şükr etmək istəyən üçün. Günlərin və gecələrin bir-birinin ardınca gəlməsi, bir-birini təqib etməsi bu bir imtihandır. Bununla qullar imtihana çəkilir. Hər dəfə bir gün və bir gecə keçdiyi zaman bu bir imtihandır. Bimə yekunu minke fi zəlikəl yevm. Yəni o gündə, o gecədə səndən nə kimi əməllər ortaya çıxır. Gecələr və gündüzlər insanların etdiyi əməllərə şahiddir. Orada olunan xeyirlərə və yaxud şərlərə. İnsanlardan elləri vardır ki, onun günləri və gecələri onun üçün xeyirdir. Həm dünyada və həmçinin axirətdə. Və günləri və gecələri ilə xeyrin və salihliyinin artmasına səbəbdir. Və insanlardan da elələri vardır ki, günü və gecəsi onun üçün şərdir. Günahları artır, asiliklər çoxalır və gününü və gecəsini namazları saxlamaqla, yəni namazlarını kəsməklə, Quranı tərk etməklə, haram yeməklə, valideynlərin üzünə ağ olmaqla və qonşuya pislik etməklə başlayır. Və digər günahlarla, göz və qulaqla edilən günahlar və asiliklərlə başlayır. Və buna görə, yəni hər birimiz günlərin xeyirli olması üçün, həm dünyada və həmçində axirətdə buna həris olmalı. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "İnnel mu'minə la yezidu umruhu illa xayra." Mömin kimsənin ömrü onun xeyrini daha da artırır. Yəni mömin insanın həyatda olması, yaşaması xeyrinin artmasına səbəbdir. Və buna görə bilməliyik ki, ömrün ən əzəmətli hissəsi, ən bərəkətli hissəsi Allah Teala'nın razılığında keçən hissədir. Və buna görə də bu ömrün anlarına belə biganə yanaşmamalı. Yəni insan bilmir ki, hansı anda Allah Teala ona öz rizvanını, yəni razılığını yazacaq və bundan sonra heç vaxt ona qəzəbi tutmayacaqdır. Və həmçinin bilmir ki, hansı anda insana Allahın qəzəbi yazılar və ondan sonra heç vaxt ondan razı qalmaz. Yəni biz Şaban ayının, bu mübarək ayın günlərini yaşayırıq və bu ay, yəni elə bil ki, il ərzində edilən əməllərin Allaha qaldırıldığı, ərz olunduğu bir aydır. Və həmçinin bu ay günlərin və gecələrin, vaxtın və zamanın necə də sürətli keçməsinə dəlalət edir. Və artıq Ramazanın gəlməsini xatırlayırıq. Hələ keçən Ramazanı yəni unutmamışıq. Elə bil ki, gözümüzün qarşısındadır Ramazan. Həqiqətən necə də günlər sürətli gəlib keçir. Bir-birinin ardınca. Nusaqu iləl əcəl. Əcələ tərəf aparılırıq göz baxdığı halda. Fələ a'id zəlikə şəbə'əl-ləzi mada. Artıq keçən cavanlıq qayıdan deyildir. Və lə zəilun hədəl məşibu əl-mukəddir. Və saçımıza düşən də ağ tüklər də itən deyildir. Likulli zəmənin yəmurru bikə ibadətu və vazifətu.
Və keçən hər bir anın da ibadəti və öz ibadəti və vəzifəsi vardır. Aleykə ən təqumə bihə fīmə beynək və beynəllah. Və üzərimizə düşən o ibadəti, o vəzifəni özümüzlə Allah arasında yerinə yetirməli. Yəni və xüsusən də bu ayda, Şaban ayında, necə ki Usame İbn Zeyd radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləmin sevimlisi olub və deyir ki, ya Rasulallah, ləm arak tasumu fi şəhri minəş-şuhur. Yəni aylar içərisində Şaban ayındakı qədər çox oruç tutduğunu görmürəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Naam zəlikə şəhrun yəğfulun nəsu anh. Yəni bu elə bir aydır ki, insanların qəflətdə olduğu, qafil olduğu bir aydır. Rəcəblə Ramazan arasındadır. Və huvə şəhrun turfa fihil əməl. Və əməllərin Allaha tərəf qaldırıldığı bir aydır. Fə uhibbu ən yurfa əməli və ənə saim. Mən də istəyirəm ki, əməllərim qaldırılarkən oruclu halda olum. Budur, Usame İbn Zeyd sahabə gənclərindən idi, cavanlardan idi və o müvəffəq cavan və o cavanlığını Allaha yaxınlaşdıran əməllərdə keçirməyə çalışırdı. Və onun da öz rəğbəti, öz istəyi var idi. Lakin o nəfsinə qarşı vuruşaraq Allahı razı salan əməllərə yönəlir. Və ona görə Usame İbn Zeyd radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin əməllərini, yolunu izləyir, onu nümunə götürmək üçün. Allah Teala buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdə sizin üçün gözəl nümunə vardır. Yəni insanın ibadət etdiyi zaman üzərinə düşən Peyğəmbər sallallahu aleyhi və səlləmi nümunə götürməsidir. Çünki ondan daha güclü ibadət edən və ondan daha təqvalı bir kimsə yoxdur. Sallallahu aleyhi və səlləm. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm sözlərini və feillərini izləyirdilər. Və Şaban ayı gəldiyi zaman və görürlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayda daha çox oruç tutur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də artıq səbəbi açıqlayır ki, və bu da insanların qəflətdə olduğu bir aydır və ümmətin də qəflətdən çəkindirir. Yəni bu ayda qəflətə düşməkdən və insan üçün də qəflət çox zərərli bir şeydir. Və qəflət də nədir? Qəflət insanın onun üçün mühüm olan bir şeyi tərk edərək aşağı bir şeylə məşğul olmasıdır. Və a'zamul umur ləti aleykə ən təhtəmmə bihə, və insanın üzərinə düşən maraqlanması baxımından ən mühüm olan Allaha olan qulluğunu gerçəkləşdirməsidir. Allah Teala öz kitabında qəflətdən çəkindirərək buyurur ki, İqtarabə linnəsi hisabuhum və hum fi gaflətin mu'ridun. Yəni insanların hesaba çəkiləcəyi vaxt yaxınlaşmışdır. Onlar isə qəflət içərisində üz döndərirlər. Mə hədəl hal və mə hədəl şən. Yəni bu hal nədir? Yəni insanın hesabı yaxınlaşıb, artıq köçəcəyi an, bu dünyadan köçəcəyi an yaxınlaşıb. Amma yenə insan qəflət içərisindədir. Və hum gafilun amma yantadiruhum. Nədən qəflətdədirlər? Onları gözləyən işlərdən qəflətdədirlər. Gedəcəyi yerdən insanlar qəflətdədirlər. Allah Teala buyurur: "Və enzirhum yevmel hasra." Onları həsrət günündən qorxut. İz qudiyal amru və hum fi gaflə və hum la yu'minun. Yəni iş bitdiyi vaxt onlar qəflət içərisində iman gətirmədiyi haldadırlar. Yəni Allah Teala həsrət günündən qorxudur və Rəbbimiz bizə bunu xəbər verir. Yəni bizim bəzi qafil olduğumuz işləri qiyamət günü və qiyamət günü ilə bağlı olan işlər, həsrət günü. Neciduha fi anfusina anil yevmil axir vel yevmil axir yebtedi minel mevt. Və görürük ki, bizim özümüzdə də nə qədər axirətə qarşı qəflət var. Axirət də nə vaxt başlayır? İnsanın ölümündən başlayır.
Biz nə qədər ölümü xatırlamaqdan qafilik. Öz ölümümüzdən, ruhumuzun çıxacağı andan qafilik. Biz ölüləri görürük, cənazələri görürük və o aləmə köçənləri eşidirik, onların xəbərlərini. Kullul asnaf, hər bir siniflər var, vəsflər və bununla yanaşı özümüzün köçəcəyindən qafilik. Ruhumuzun çıxacağından qafilik. Axirət diyarına köçməyimizdən qafilik. Ölümdən, hansı ki, biz də onun əhlindənik. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Əkthiru min zikri hədimin ləzzət. Ləzzətləri parça-parça edən ölümü çox yada salın. Yəni, öz ölümünü, öz ruhunun çıxacağı anı, ahirətə köçəcəyin anı xatırla. Əksir min zikril yevm, əlləzi tuvaddu fihi dünya. Və o günü çox xatırla ki, o gün sən dünya ilə vidalaşacaqsan, dünyada olanlarla. Kullu ma kunta fihi fiha akthar min zikri mautika fi nefsika və irtihalika ilə dəril axirə. Və ona görə insan ölümü və axirət diyarına köçəcəyi anı daha çox xatırlamalıdır. Min zikri şiddətil maut və həmçinin insan xatırlamalı ölümün şiddətli anını. Ölümün səkarat, yəni ağır anlarını, bihuşluq gətirən anlarını. Hansı ki, elə bir anlardır ki, insana həyatda ikən elə bir an üz verməmişdir. Və əşəddu və a'zam minhə sətəti aleyke fi yevminəl əyyəm əv bə'd fəmə a'dəddə lihədəl masrah. Yəni, insana üz verən o çətinliklər şiddət içərisində ən ağırı ölümün ağır anlarıdır. Və o an üçün, o yatış üçün nə hazırlamışıq? Və mə a'dəddə litəlkəl ləhazat və o şiddətli, çətin anlar üçün nə hazırlamışıq? Ölümü xatırlamaqdan qafilik. Əlləzi ləv zəkərnəhə ləqatta'al əmə. Əgər biz ölümü xatırlasaq, ölümü xatırlamağımız bizim arzularımızın qarşısını alar. Və bizimlə haram şəhvətlərin və günahların qarşısını alar. Ona qarşı bir mani olar. Və ölümü xatırlamağımız bizim oyanmağımıza, qəflətdən oyanmağımıza səbəb olar. Və onun üçün əməl edərik və ölümdən sonra gələn həyat üçün çalışarıq. Və o kəs ki, ölümü xatırlayır, dünyaya, dünyanın ləzzətlərinə, şəhvətlərinə bağlanmır. Fəyadi'u şəbəbuhu və quvvatu və sıhhatu və afiyyə və avqatu və təfkiru min əcli husul aləl-fəni. Hansı ki, insanın cavanlığı, gücü, qüvvəti, sağlamlığı, afiyyəti, vaxtı elə fani dünyanı toplamaq üçün fikirləşməkdə keçir. فَإِنَّهُ يَذْكُرُ الْمَوْتَ الَّذِي سَيُخْرِجُهُ مِنْ دَارِهِ وَيُخْرِجُ مِنْ عَمَلِهِ. Və insan ölümü xatırlayır, o ölüm ki, insanı evindən çıxaracaq, əməlindən, işindən çıxaracaq, öz malının içərisindən onu çıxaracaq, öz ailəsinin içərisindən onu çıxaracaq. فَيَقُولُ فِي نَفْسِهِ وَحَسْرَةً لِمَنْ أَعْمَلْ إِذَنْ فِي مَا أَقْضِ هَذَا الْعُمْرِ. Və onda insan artıq dərk edir ki, onda mən bu ömrümü kim üçün, nə üçün əməl edirəm? Limədə aqdi və limədə lə asrifu fīmə huvə a'zam. Nə üçün onda bu ömrü, bu vaxtı daha mühüm, daha əzəmətli olan bir iş üçün sərf etmirəm? Və həmçinin bizim qəflətimiz qəbirdən, qəbrin vəhşətindən, sıxıntısından və orada tək qalmaq haqqında qafilik. Qafəlnə anil qabr. Qəbirdən, qəbrin zülmətindən qafil olmuşuq. Qafəlnə an tilkəl leyləl ulə, o birinci gecədən qafilik. Əlləti nəkunu fiyhə fi quburinə dunə məl. Hansı ki, orada nə mal olacaq, nə ailə olacaq, nə evladlar, nə də hər hansı bir iş, vəzifə, nə də ləqəblərin heç biri olmayacaqdır. Qafəlnə an mu'nisinə fiyhə. Və orada bizə ünsiyyət verəcək əməllərdən qafilik. Və həmçinin oradakı nemətlərdən qafilik.
Gafalna amma yakunu fiha imma min na'im və imma min al-azab. Və orada olacaq ya nemət və yaxud da əzab. Və kəənnənə ləsnə min əhlil qubur əl-yevm əv qadan. Yəni elə bil ki, biz ya bugün və yaxud da sabah qəbir əhlindən olduğumuzu unutmuşuq. Və həmçinin biz qafilik həşr günündən, yəni öləndən sonra dirilməyimizdən. Hinəmə nəxrucu min quburinə hufatan urat. Və o günü qəbirlərdən ayaq yalın, çılpaq halda qalxacağıq. Nəxrucu min quburinə fi fəzə. Müdhiş halda, qorxaraq qalxacağıq. La ya'lemuhu illallah. Bunu yalnız Allah Teala bilir. Nəxrucu fələ nərə əhlə. Və çıxdığımız zaman, qalxdığımız zaman nə ailə, nə mal, nə də evlad görəcəyik. Və la nərə şeyə mimmə kunnə aleyh fid dünya. Nə də dünyada üzərində olduğumuz bunlar işlərdən heç birisini görməyəcəyik. Və nəral əxxəlaiq kulluha qad cəmə'əllah. Və məxluqatı görəcəyik. Allah Teala onları bir yerdə cəm etmişdir. Düz bir yerdə. Və onlardan hər biri öz hesabını və öz qarşılığını gözləyir. Və əntə vahidu mimmən yəntədir hesabə. Və sən də hesabını gözləyənlərdən birisən. Və cəzəə haqq hesabını, qarşılığını. Kulluha turid ən tandur fi sahayfi a'malihə. Və onlardan hər biri öz əməl dəftərinə baxmaq istəyir. Orada nə yazılıb? Və mədə muhibə, onlardan hansı silinib? Və əntə vahid mimmən yurid ən yandura fi sahifəti a'mali. Və sən də o əməl dəftərinə baxmaq istəyənlərdən birisən. Və həmçinin o gündən qafilik, o gün günəş başların üzərinə yaxınlaşacaq 1 mil miqdarında insanı kölgələndirəcək üçün bir şey olmayacaqdır. Gafalna anil yevmil axir əlləzi nekunu fihi vuqufan tahta harriş şəms. Yəni günəşin altında duracağımız o şiddətli istidə, o andan, duracağımız andan qafilik, nə yemək var, nə içəcək, nə kölgə və onun miqdarı da 50.000 ilə bərabərdir. Yəni insan o istidə duracaq. İstisi, aclığı, susuzluğu, izdiham, qorxu, dəhşət. Və la yuxaffif anka zalika illa yaqadat fi hadal yawm. Və onu yüngülləşdirən yalnız insanın bugün qəflətdən oyanmasıdır. Və təzəkkər fi hadal yawm və amal fi hadal yawm. Yəni bu günü xatırlayıb və bu gün əməl etməyimiz, yəni o günün sıxıntısının, yəni şiddətinin yüngülləşməsinə səbəbdir. Və həmçinin səhifələrin uçduğu gündən qafilik, fəminhum mən yəxudu biyəmi, kimisi sağ əli ilə götürəcəkdir, kimisi səhifəni sol əli ilə götürəcəkdir. Həmçinin Sırat körpüsünün üzərindən keçəcəyimiz andan qafilik. Bilmirik orada sabit qalacaq, keçərək sıratı aşaraq cənnətə keçəcək, yoxsa Allah qorusun oradan cəhənnəmə düşəcək. Fīmən yəhvi və yətəsaqat, düşənlərlə birgə. İnnə musibətənə yəl-qaflə. Deməli, bizim müsibətimiz elə qəflətdir. Əlləti nəhnu fiyhə ləm nəud cəhələ bil-hələ və lə bil-hə asbahna na'riful halal. Yəni, məsələ bilməməyimizdə deyil, halal, haramı. Halal da bilinir, haram da bilinir. Lakin qəflət içərisindəyik. Və ləkinnənə qafil an əxzi ənfusinə fīmə əhəllallah. Yəni, özümüzü halala yönəltməkdən, haramdan çəkindirməkdən qafilik. Və həmçinin qafilik özümüzü hesaba çəkməkdən, əzalarımızı, gözümüzü, və tərə yevmən bə'də yevm qafəlnə anil absar. Və gün keçdikcə artıq gözlərimizdən qafilik, onun islahından, özümüzü doğru yola qaytarmaqdan. Və insan yara basara kullə yevm yandur ilən nisə əl-kəsiyyət. Və insan görür ki, hər gün açıq-saçıq qadınlara baxır. Qadınların üzlərinə, saçlarına, küçədə və yaxud da şəbəkələrdə və asbəhə lə yəmr aleyhim illə və qad laddaxa basara. Yəni elə bir gün yoxdur ki, insan gözünü bulaşdırmasın haram baxışla. Qafil an basar və qafil ammə yüsəbbibuhu ləhu minəz-zunub. Və həmçinin insan onun gətirdiyi günahlardan, düşdüyü günahlardan qafildir. Qafil anil-əsma və mə yusabbu fiyhə minəl-əthəm. Və həmçinin qulaqlarımızdan və qulaqlara tökülən günahlardan qafilik. Şeytanın qulaqlara təlqin etdiyi qeybətdən. Fəyəcidu ləhə səma'an və nəmimə. Və insan onu dinləyir və sonra nəmmamlıq
və onu da insan dinləyir. Və yec'aluka tesma alatan lah və həmçinin insanın digər haramları, musiqini, əyləncəni, mahnıları dinləməsi, facir sözləri, eşq sözlərini, sevgi sözləri və uzunuka yesma və qulağın da bütün bunların hamısını eşidir. Nəyə görə? Çünki artıq adiləşib. Yəni bütün bunların hamısı səbəb nədir? Səbəb yəni qəflətdir. Hansı ki əvvəl insan yəni baxsa da, gözü ilə sataşsa belə bilirik haramdır, tövbə edir, istiğfar edir. İndi isə elə bir ki, heç bir haram olmadığı kimi insan artıq harama baxır. Allah Teala buyurur: "İnne's-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mas'ula." Həqiqətən qulaq, göz və qəlb bütün bunlar hamısı etdiyindən sorumludur. Və həmçinin dilimizdən qafilik. Yəni dil artıq istədiyini danışır və insan dilini tənzimləmir və hər hansı bir həddi yoxdur, qeybətdir, nəmmamlıqdır, söyüşdür, lənətdir və digər fəsada aparan sözlərdir. Və həmçinin insanın qazancından, haramdan qafil olması, haram qazancdan, şübhəli şeylərdən və kənə fi zulmil ibad və həmçinin insanlara zülm etmək, haqlarına, mallarına və yaxud da aldatmaq, rüşvət olsun, digər haramlar və huvə qafil an islahi məksəbi. Yenə insan qafildir öz qazancını islah etməkdən, yeməyini və içməyini təmizləməkdən. Anil huququ ləti əvcəbəhə Allah və həmçinin Allah Teala'nın bizə vacib etdiyi haqlardan qafilik və həmçinin insan özü ilə Rəbbi arasında olan haqlardan. Yəni artıq qəflət içərisində yaşayırıq və Allah Teala'nın da ayəsi bizə aiddir. İqtarabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. İnsanlara hesaba çəkiləcəyi vaxt yaxınlaşıb, onlar isə qəflət içərisində üz döndərirlər. Və buna görə də qəflətdən bu ayda ayılmağa çalışmalı və halımızı islah etməyə çalışmalı ki, ölüm yaxaladığı zaman qəflət içərisində olmayaq.